Şarmlı xanımların ən sevdiyi o məşhur markanın 2025-ə damğa vuran bu çantasını hazırladıq. Naxışları ilə göz oxşayan modelimiz orijinaldakı ilə birəbir eyni naxışda, eyni ölçülərdədir. Lakin ipimizin rəngində biraz fərqlilik var. Əslində eyni ipi tapmaq həqiqətən də çox çətin olduğuna görə mən ona yaxın olan kağız ipi və toxumaq üçün 3.5 ölçüdə olan mildən istifadə etdim. Sarı rəngdə milimi daha çox istifadə etdiyimə görə bu dəfə də onunla toxudum. Siz isə sadə millərdən də istifadə edə bilərsiniz. Orijinaldakı ilə birəbir eyni bağı da tapmaq təəssüf ki mümkün deyil idi, lakin onu da çalışdım ki yaxın olanını seçim, çantamın modeli oxşasın. İndi isə gəlin başlayaq o gözəl çantanın toxunuşuna. Əsas məsələ isə naxışın yaradılmasıdır. Naxışı yaratmazdan əvvəl bildirim ki, sehirli halqa yaradaraq toxumaya başlamalıyıq. Sehirli halqanı bilməyənlər üçün deyim ki, istənilən bir yumru halqa formasını alırsınız. İpimizin bir ucunu qısa tutmaqla həmin halqanın içərisinə ilmək atırsınız. Bu dəfə bizə 7 ilmək lazımdır. 7 ilməkdən sonra saxladığımız o qısa ipi dartmaqla halqamızı tamamlayırıq. İlk əvvəldə batdığımız, yəni birinci batdığımız ilmənin baş hissəsinə bataraq ilmək çıxardıb bağlama qaydası ilə bağlayırıq. Mən buna görə 2 başlı milçədən istifadə edirəm ki, bir hissəsi balaca olduğuna görə bağlama işləri daha asan olur. Və birinci cərgəmizi beləliklə tamamlayırıq. Birinci cərgəmizdə 7 ilməyimiz var. Yenidən bir ilmək çəkib ikinci cərgəyə keçirik. İkinci cərgədə necə etməliyik? Əvvəldə 7 ilmək toxuduğumuz ilməklərin hər birinin başına 2 ilmək toxumalıyıq. Yəni 7 ilməyimizin sayını artıraraq 14-ə tamamlayırıq. İkinci cərgəmizi tamamlayıb və bu ikinci cərgəni də əvvəlki qaydada olduğu kimi bağlama qaydası ilə bağlayırıq. Əsas məsələ fıstıq modelinin yaradılmasıdır və 3-cü cərgəyə keçirik. Bu zaman 3 ilmək çəkirik. Bu bizim ilk ikili sütunumuz olacaq və ipimizi milimizin başına dolayıb, hansı ki bağlama etdiyimiz hissədə olan ilməmizin başına batıb bir ilmək çəkirik. Və bizim milimizdə 3 ilmək var. Bunlardan ikisini bir və sonra qalan ikisini bir toxumaqla ikili sütun yaradırıq. Yenidən ipimizi milimizin başına dolayıb, eyni işləri təkrar edib 2 ədəd ikili sütun yaradırıq. Və bizim əlimizdə çəkdiyimiz 3 ilməklə yanaşı 3 ikili sütun var. Və yenidən ipimizi milimizin başına dolayıb, bağlama etdiyimiz milin, daha doğrusu ilmənin yanındakı əvvəlindəki ilməyə batıb bir ilmək çəkirik. İlməyi uzun çəkirik ki, bütün sütunlar boyunca ilmək uzansın. Və yenidən eyni işi təkrar edirik. İkinci bir ilməyimizi də uzadıb, milimizdə 5 ilmək yaradırıq. 5 ilməyin hər birini eyni zamanda çəkib bir ilməklə bağlayırıq. Və yenidən ipimizi milimizin başına dolayıb, bir ilmək atlayıb digər ilməyə batırıq. Burada da 3 ədəd ikili sütun yaradırıq. Eyni boşluğa bataraq ikinci ikili sütunumuzu yaradırıq və nəhayət üçüncü ikili sütunumuzu yaradırıq. Və yenidən ipimizi milimizin başına dolayıb, əvvəldə boş buraxdığımız ilmənin içərisinə bataraq bir ilmək çəkirik. İlmənin uzunluğu sütunlar boyunca olmalıdır ki, heç bir dartınma olmasın. Və bunu bütün cərgə boyunca davam edirik. Sonuncu ikili sütunumuzu da yaratdıqdan sonra bağlama qaydası ilə bu cərgəmizi də bağlayırıq. Bizim əlimizdə 7 ədəd fıstıq modeli var. Yəni 7 ədəd naxış var. Bir ilmək çəkib növbəti cərgəyə keçirik. Bu səfər əvvəldə toxuduğumuz ikili sütunların hər birinin başına bir ilmək toxuyaraq bu cərgəmizi də heç bir artırma və ya əskiltmə etmədən toxuyub gəlirik. Dördüncü cərgəmizi də tamamlayıb gələk. Və dördüncü cərgəmizdə nə edirik? Bizim əlimizdə 28 ilmək olmalıdır. Lakin bu cərgədə 27 yarandığına görə bağlama etdiyimiz ilməyin başına da bir ədəd ilmək toxuyuruq. Və bizim 28 ilməyimiz tamamlandıqdan sonra 4-cü cərgəni də bağlama qaydası ilə bağlayırıq. Artıq gördüyünüz kimi bizim toxuduğumuz hissə biraz büzülüb. İndi nə etməliyik?
Bu dəfəki cərgədə artırma etməliyik ki, dairəmizin forması yenidən düzəlsin. Buna görə necə edirik? Toxuma zamanı cərgələrdən birinə 1, digərinə 2 olaraq ilmək toxuyuruq. Yəni tək cüt olmaqla toxuyub gəlirik. Və 5-ci cərgəni də bir tək bir cüt olmaqla toxuduq. Bizim əlimizdə 42 ilmək alındı. Yenidən bağlama etdiyimiz ilməyin başına bir ilmək daha toxuyub ilməklərimizin sayını 43 edirik. Bağlama qaydası ilə bu cərgəmizi də bağlayıb tamamlayırıq və keçirik növbəti naxışımıza. Yenidən 3 ilmək çəkirik. 3 ilməkdən sonra ipimizi milimizin başına dolayıb ikili sütun yaratmalıyıq. Bu səfər ikili sütunlarımızı eyni boşluğa deyil, hər birini ayrı-ayrılıqda olan ilmələrin başına toxuyuruq. 3 ilməyi 3 ayrı ilmənin başına toxumalıyıq. Və yenidən ipimizi milimizin üzərinə dolayıb, əvvəldə olan ilməyin içərisindən yeni bir ilmək çəkib, sütunlar uzununca uzadırıq. Bunu əvvəlki qaydada olduğu kimi davam edirsiniz. Yəni, yeni bir şey yoxdur. Sadəcə yeni olan bir şey odur ki, sütunlarımızı əvvəlki qaydada birini, daha doğrusu üçünü bir boşluğa batıb yaratmalıydıqsa, indi hər birini ayrı-ayrılıqdakı olan ilməklərin içərisindən çəkib yaratmalıyıq. Arada heç bir boşluq qoymadan bütün cərgə boyunca eyni qaydanı təkrar edib sütunlarımızı yaradırıq. Və ikinci motivin bağlama qaydasında biz çıxardacağımız uzun olan ilməyimizi ikili sütunların sonuncusunun içərisindən keçirməliyik. Və bu cərgədən sonra artıq biz yenidən hər ikili sütunun başına bir ilmək toxuyub gəlirik. Bu cərgəmizdə də yenidən bağlama qaydası, daha doğrusu bağlama etdiyimiz ilməyin başına bir ədəd ilmək toxuyub yenidən bağlama edirik ki, cərgəmiz tamamlansın. Daha doğrusu cərgəmizdə olan saylar tam olsun. Və ikinci cərgədə necə etməliyik? Bu cərgəmizdə artırma edirik, lakin artırmamızı 2 tək bürcüt şəklində edirik ki, yenidən bizim dairəmiz yığılmasın. Birinci ilməyimizi çəkdikdən sonra ikinci ilməyimizin başına cüt olaraq toxumalıyıq. 2 ilməyi tək, üçüncü ilməyimizi cüt toxuyuruq. Və üçüncü naxışımızı toxumaq üçün yenidən 3 ilmək çəkirik. Naxış çox sadədir, bütün qayda eynidir və sadəcə dəyişən bir şey odur ki, hər cərgədə, birinci cərgəmizdə eyni boşluğun içərisindən çəkməliydik sütunlarımızı. İkinci cərgəmizdə fərqli-fərqli ilmələrin içərisindən çıxardıb sütunlar yaratmalıydıq. Bu cərgəmizdə də eyni ikinci cərgəmizdə olduğu kimi sütunlarımızı tək-tək olmaqla toxuyub davam edirik. Qaydamız dəyişməz qalır. Yəqin ki, izah etdiyim şəkli başa düşərsiniz. Bəlkə də ola bilər ki, ilk olduğuna görə mən də nələrsə səhv izah edə bilərəm. Daha doğrusu anlaşılmaz izah edə bilərəm. Ona görə də əlimin toxunuşunu da səsimlə bərabər izləməyi unutmayın. Bu cərgəmizdə hər ilmənin başına bir ilmək toxuyub ikili sütunlar yaradırıq. Və ikinci ikili sütuna keçən zaman yenidən ortada bir boşluq buraxmalıyıq ki, ikili sütunumuzu yaradaq. İkili sütunları yaratdıqdan sonra uzun ilmələrimizi çəkmək üçün ortada buraxdığımız ilməyin içərisinə batmalıyıq. Bu cərgəmizin də toxunması əvvəlki cərgələrlə eynidir. Videoda gördüyünüz kimi ortada buraxdığım boşluğun içərisindən 2 uzun ilmək keçirirəm və həmin ilməklə bərabər milimdə olan 5 ilməyi birgə bağlayıram. Və bu qaydanı cərgənin sonuna qədər davam edirik. Cərgəni tamamladıqdan sonra bağlama edirik. Yenidən hər ikili sütunun başına bir ilmək toxuyuruq. Toxuma qaydasının əsas hissəsi 1 naxış, 2 sadə cərgə. 1 naxış, 2 sadə cərgə. Sadəcə ikinci cərgəmizdə mütləq artırma etməliyik. Birinci naxışdan sonra 1 tək bir cüt, ikinci naxışdan sonra 2 tək bir cüt, üçüncü naxışdan sonra isə 3 tək bir cüt şəklində artırma etməliyik.
Bu cərgədə də artırmamızı etdikdən sonra növbəti 4-cü cərgə naxışa keçməliyik. 4-cü cərgəmizdə də artıq naxış olduğu kimi, yəni 3-cü cərgədə olduğu kimi davam edir. 3 ədəd ikili sütunu ard-arda yaratdıqdan sonra uzun ilməyimizi çəkib bağlama edirik. Bir ilmək ötürüb növbəti naxışı tamamlayırıq və bu qayda ilə bu cərgəmizi də tamamlayıb gəlirik. Və çantamızda artıq heç bir artırma işi etmədiyimizə görə taban öz-özündən yığılmağa başlayacaq və beləliklə çantanın üst hissəsi toxunacaq. Çantanın üst hissəsinə qədər 13 motiv var. 13 motivin hər birinin ortasında isə 2 ədəd sadə toxunma var. Sadə toxunmanı sona qədər davam etdirirsiniz və ümumilikdə hər cərgədə 31 fıstıq naxışı olacaq. Bu naxışların sayını azaldıb çoxaltsaz demək olar ki, bizim çantamızın forması itəcək. Buna görə də 31 olan ölçünü heç bir zaman dəyişmək olmaz. Mən çantanın ölçüsünü biraz böyük etmişəm. Yəni orijinalda belədir, mən də belə etmişəm. Lakin bunu balaca halda da toxumaq istəyənlər özlərinə uyğun olan ölçüdə toxuya bilərlər. Artıq gördüyünüz kimi çantamızın taban hissəsi başladı büzülməyə və biz artıq üst hissənin toxunuşuna keçirik. Üst hissədə qeyd etdiyim kimi heç bir artırma işi etmək olmaz. Üst hissənin hər birində 31 fıstıq modeli toxuyub cərgələri tamamlayırıq. Hər cərgənin ortasında isə artırma etmədən 2 sadə sütun toxuyuruq. Mənim çantamın toxunması bitdi və çanta həqiqətən də çox gözəl görsənir. Naxışlar